Neftçala rayonun Xulqaraş kəndinin sakini Məcidov Rövşən mübariz oldu amil mənfisini narahat edən. Görünən bu sahə bizimdir. Kəndimizin icra nümayəndəsi təsərrüfatından qeyd edir. Lazımlı yerlərə atamı və məni təsərrüfatından qeyd edir. Bu ranaya 2019-cu il olardı səhv etmirəmsə. Cəmaət yeri pişdirən vaxtı Cavad Əlmuradovun oğlu yerimizə su bıraxmışdır. Zəng elədim, kəndin icra nümayəndəsi talaba dedim ki, ay talab, mənim yerimə su bıraxıblar. Heç bir tədbir görmədi. Quruyunca 600 su arpa məhv oldu, getdi. İndi də bax, bu 2023-cü ilin mayın 12-sidir, səhv etmirəmsə. Bax, heyvanın nəticisi arpa da yiyib. O da. Bu kameranı ona çəkirəm ki, çünki bu kameralardan əvvəl sadə telefon işlədirdim. 2021-ci ilin fevralında 23-cü olardı. Gəldim bu sahəyə, yerimiz uzaqdı, gəlinə bilməmişəm. Gəldim, görün ki, Cavad Əlmuradovun oğlu mənim yerimə heyvan bıraxır. 100-yə də zəng eləmişəm. Neyəsin? Çünki kəndin kəndisinin icra nümayəndəsinə talaba dedim. Nəsə dedi, nə demədi. Gördüm ki, mənə çağırırlar. Deyirəm, mənim yerimə niyə girirsən? Dillənmir. Deyirəm, kəndisine demişəm. Deyir ki, get hara dərdürsən de. Yanında da bir nəfər də var idi. Qayda deyir ki, Xəzər kəndin heyvanlarını deyirdi. Girir bura. Amma özləri girirlər bura. Sahə qonşumuzdur. Görünən yer onundur. Onun otayında da, kollektorun oyuzunda onun yeri ondası var. Gəlib bura mənim yerimə otarır. Cəmaətin yerini otarır. Bir mənim deyil. Bir neçə insanın yerində olub. Çöldə heyvan saxlayır. Cəmaətin aylıq pulunu alır. Heyvanını satır. Apar hara gəldi verir. Mənim şikayətimə baxmırlar. Mənim yerim uzaqdır, mənim yerimə girməlidirlərmi? Mən haqqım tələb edirəm, fikir verməyin deyirlər. Amma özüm hərbi xidmətdə olmuşam. Sizcə hərbi xidmətə gedən insan xəstə ola bilərmi? Mənə başa salın. Çünki kəndimizin icra nümayəndəsi dəfələrlə mənim şikayətimi ləğv etdirib. Çünki polis bölməsi kəndin icra nümayəndəsindən soruşur. Nə deyir, nə demir, mənim şikayətimə baxılmır. Kətdə də qoyunumuzu 1300 manat dəyərində qoyunumuz məhv olub. 3-4 il öncə gəlib köçüb kəndimizə, 5-6 il öncə başlayıb. Qoyunumu vurub, bir neçə günümüzə ölüb. Onda həmən vaxtı Söyün ağa idi, kəndin icra nümayəndəsi. Deyir, istəmiyorum, onun neyi var. Sonra isə 4 də qoyunum. Onun it gəzdirdiyi zamanı yol olmayan yerdən, qoyunu otardığımız yerdən it gəlib ürküdüb. Bu yaxınlarda da görürəm ki, ailəsi və uşaqlarla bir yerdə qoyunun yanından keçir. Heç bilmir necə ilişsin. Tüpürür qoyun yerindən dəvərir. O enzili ki, mən onu söyüyüm, məndən şikayət eləsin. Çünki o adam, o ailə adam tutturandır. Kəndin 22-23 yaşında oğlunu tutturub. Mənim şikayətimə baxılmır. Bir sözlə mən dəfələrlə şikayət etmişəm, baxılmır. O ailə də icra hakimiyyətinə gedib qəbuluna çıxır. O da tapşırıb ki, talaba elə mənim yanıma gəlməz. Mən hara dərdim deyim, amil mənim. Sizdən xahiş edirəm, mənə kömək edin. Sizdən xahiş edirəm, lazımlı orqanlara məlumat verin ki, bizim kəndimizdə özbaşınaçılıqdır. Yer otarılır, şikayətlə baxılmır. Haqsız yerə. Torpağı olanlar 190 manat alır, maşın olanlar 190 manat alır. Amma mən ala bilmirdim. Günə 110 manat pul qazanan adam 90 manata alırdı. Amma həmin vaxtı mən 10 manata fəhləliyirdim. Amma mən ala bilmirdim. Köhnə velosipedim var. Mənim maşınım budur. Cəmaətin bahalı maşınları var, 190 manat alır.